qısalaşdırsaq Neftçi nə vaxt qayıdacaq? Neftçi azarkeşlərin kefinin üstünə soğan doğradı Kamal Umudlu. Mən açıq deyəcəm, bu kənardan aydın görünür ki, Neftçiyə qarşı bir cəbhə açılır. Neftçiyə qarşı cəbhə açılır və bu bir cəbhə deyil, iki cəbhədir. Bəzən deyirlər neftçilik deyil Samir Abbasov. Niyə? Təkcə rəqiblərə qarşı mübarizə aparmaq, mən açıq aydın deyəcəm buna. Yəni biz Kəpəzin əsl gücünü, çılpaqlığı ilə gördük. Belə başa düşdüm ki, bu Kəpəzi hətta 1-ci liqada çıxış edən iddialı Şəfa və Səbail belə uda bilər. Düşünürəm ki, klubun prezidenti Riyad Rəfiyev artıq yeni baş məşqçi axtarışına çıxa bilər. Nə yazıq ki, bu adamın ümumiyyətlə baş məşqçi fəaliyyəti yoxdur. Bu tapşırıqla olunan qərardır. Bu açıq aydın kənardan görsənərdə nə isə gizlətməyə ehtiyac yoxdur. KXB çıxacaqsa bu günləri hansısa maaş qarşılığında bu komandanın başındadır. Hansısa maaş qarşılığında burada əziyyət çəkir. Amma o azarkeşlər qarşılıqsız əziyyət çəkirlər. Yağışda, soyuqda, istidə, o tribunada yer alıb komandanı dəstəkləyirlər. Görünən odur ki, arxada qalan müddətdə sadəcə yaşı artıb. Salam Xanıqlan Hoca, xoş gəlmişsən sözüm vara. Əslində sən bu verilişə yad biri deyəsən, sadəcə olaraq proyektimiz yenidir. Bu vaxt istəyərəm ki, giriş verəsən biz izləyənlərə. Mən də sənə salamlayıram Nicat, bütün Sport Info TV izləyicilərini salamlayıram. Bəli, qeyd etdiyin kimi artıq sözüm var. Əslində bu veriliş bir neçə müddətdir vardı. Bundan sonra yeni formatda Sport Info TV izləyicilərin qarşısına çıxacağıq. Format nədən ibarətdir? Bəli. Həftə ərzində olan qalmaqallı hadisələr, önəmli hadisələr, daha geniş müzakirə olunan hadisələr seçiləcək. Bu, yəni say məhdudiyyəti yoxdur. 2 ola bilər, 3 ola bilər, 5 ola bilər. Maksimum gündəm olan hadisələrə qısa və lakonik öz fikirlərimizi, rəyimizi bildirməyə çalışacağıq. Elə vaxtımızı almayaq. Keçək mövzulara. Bu mövzu mənim üçün də çox maraqlıdır və çox təsir edicidir. Sual Neftçi ilə bağlıdır. Mövzumuz Neftçi ilə bağlıdır. Neftçinin başının üzərini alan bu qara buludlar nə vaxt çəkiləcək? Çox yaralı mövzuya toxunursan. Bugün Azərbaycan futbolunda hər kəsi qayğılandıran, düşündürən sualdır. Yəni qısalaşdırsaq Neftçi nə vaxt qayıdacaq? Əslində son illərə baxası olsaq 2021-ci ildən sonra mənə görə ən diri Neftçini görürük. 2021-ci ildə 2021 mövsümündə komanda çempion olmuşdu. Samir Abbasovla növbəti mövsüm gümüş medal qazanılmışdı, amma Samir Abbasovla yollar ayrılmışdı ki, daha iddialı hədəflər, daha böyük olan Neftçi görmək istəyirik. Bu yolda Roman Qriqorçuk, Adrian Mutu kimi adlar, yəni üst-üstə bir 5 baş məşqçi gətirildi komandanın başına. Və əcnəbi baş məşqçi. Əcnəbi baş məşqçi. Amma biz ciddi heç nə görmədik. Yenə uğursuz nəticələr, artıq 2 mövsümdə komanda ümumiyyətlə Avrokuboklara gedə bilmir. Neftçi tarixində bildiyim qədərilə belə hal ümumiyyətlə baş vermir. Bəli. Komanda yenidən sanki o səhvini anladı, Samir Abbasov göndərmə ilə bağlı və yenidən Samir Abbasov Neftçinin baş məşqçi postuna gətirildi. Düşünürəm ki, doğru qərar idi və yayda yenilənmiş Neftçi quruldu. Və biz ilk turlardan artıq Neftçidə o müsbət şartları görürdük, o dəyişiklikləri görürdük. Arxada qalan 7 turda da komanda kifayət qədər yaxşı təsir bağışlayıb. Hər nə qədər qələbələr gec gəlsə də, yalnız bir aktivində qələbə var. Komanda bütün oyunlarda deyərdim ki, üstün tərəf idi, dominant tərəf idi. Tək çatışmayan məsələ son nöqtəni qoymaq dediyimiz o qolları vurmaq idi. Biz əslində Zirə ilə oyunda həmin o qolları da gördük. Komanda mövsümdə ilk dəfə bir oyunda 2 qol vurmağı bacardı. Sammunun belə ayağı açıldı. Yəni hər şey sanki yolunda gedirmiş kimi göründüyü anda yenə bu mövsüm artıq alışdığımız, ənənə halını alan o hakim səhvini, bəlkə də bir qədər qabağa gedib bilməm nə dərəcədə düz olar olmaz, qərəzi belə deyə bilərəm. Çünki 95-ci dəqiqədə komanda 3 xallı qələbəni sevinməyə hazırlaşdığı anda və onu da xüsusilə qeyd edim ki, komanda 2 qolu Zirə kimi möhkəm, bərk, kifayət qədər yaxşı müdafiə olunmağı bacaran kompakt şəkildə komandaya qarşı ciddi iddialı rəqibdir. Zirə son illərdə Qarabağdan sonra ən bərk komandadır və belə bir komandanın oyunda komanda 1-0 hətta geri düşmüşdü və geri dönüş hesabına komanda önə keçmişdi 2-1. Yəni hər şey belə deyəndə hansı aspektdən baxsaq Neftçi üçün əla idi.
Neftçi azarkeşi üçün əla idi, amma sanki Neftçi azarkeşlərin kefinin üstünə soğan doğradı Kamal Umudlu. Verdiyi o yanlış qərarla 95-ci dəqiqədə, yəni ümumiyyətlə heç VAR-da kadr tapılmadı baxmağa. Şəkil üzərindən yararsız, uğursuz bir penalti qərarı verildi. Və dediyim kimi bu artıq tendensiya halını alıb. Əvvəlki 7 turda da biz davamlı Neftçiyə qarşı hakim səhvlərini görmüşük. Turan Tovuzla oyunda Ribeira'ya verilən uğursuz qırmızı vərəqə, Sabah və Sumqayıtla oyunda verilməyən penalti və bir qədər də qabağa gedək Ribeira'ya görə Neftçi komandası şikayət etmişdi. Əksinə Affa İntizam Komitəsi qərarı yüngülləşdirməkdən 3 oyunluq cəza verdi Ribeira'ya. Sanki üst-üstə gəlir. Mən açıq deyəcəm, bu kənardan aydın görünür ki, Neftçiyə qarşı bir cəbhə açılıb. Neftçiyə qarşı cəbhə açılıb və bu bir cəbhə deyil, 2 cəbhədir. Yarı parçalanıb Samir Abbasova qarşı sanki bir antipatiya var. Bu da təbii ki, Samir Abbasovun açıqlamaları ilə, fikirləri ilə bağlıdır. Mən dəfələrlə demişəm, Samir Abbasov dil-ədəbiyyat müəllimi deyil. Yəni biz onun danışıqlarına yox, təbii ki, onun gördüyü işə, meydandakı nəticələrə. Hə, əlbəttə mən demirəm ki, yəni Samir Abbasov ağzına gələni danışıb kimisə təhqir edə bilər, kimisə söyə bilər və ortada belə bir fakt da yoxdur. Samir Abbasov kimisə təhqir etməyib, kimisə aşağılamayıb. Sadəcə fikirləri bəzən bir qədər kontekstdən emosional ola bilər, emosional, yəni bu da normaldır. Ayırda bilir kimə nə deyir. Təbii biz dünya futbolunda da görmüşük. Diego Simeone olsun, Jose Mourinho olsun, davamlı olaraq zaman-zaman yəni hərəkətlərə, addımlar, fikirləri müzakirə olunub. Amma o demək deyil ki, o məşqçilər məsələn Real Madriddə Jose Mourinho işləyib, Atletico Madriddə uzun illərdir Simeone işləyir. Bəzən deyirlər neftçilik deyil Samir Abbasov. Niyə? Yəni mən qeyd etdiyim kimi, sonuncu dəfə 2020-21-də komanda normal futbol oynayıb, normal nəticə qazanıb, baş məşqçi Samir Abbasov olub. Bu gün də Samir Abbasovla Neftçi kifayət qədər yaxşı futbol oynayır, amma sanki kimlərsə sosial şəbəkələrdə yazdığı şərhlərlə, rəylərlə azarkeşləri Neftçiyə baş məşqçisinə qarşı qaldırmağa çalışırlar və müəyyən qədər də nail olurlar deyim ki, Nizat. Müəyyən qədər nail olurlar, çox təəssüf. Və digər bir cəbhə açılıb meydanda. Meydanda Neftçiyə qarşı mübarizə aparılır. Neftçi bu gün təkcə rəqiblərə qarşı mübarizə aparmır. Mən açıq-aydın deyəcəm bunu. Zamanında bəli, Neftçiyə də hansısa dəstək ola bilər. İllər əvvəl hansısa hakim səhvləri Neftçinin də lehinə ola bilər. Biz amma bu günləri lehinə ola bilər daha doğrusu. Amma biz bugünkü reallıqdan danışırıqsa, bu açıq-aydındır. Biz bu həqiqəti deməliyik ki, Neftçinin qarşı əleyhinə çox ciddi hakim səhvləri var. Hakim qərəzi də deyə bilərəm və sadaladıq da bir-bir. Və bu silsilə olaraq davam edir. Məsələn, bu tərəfi aydındır. Mənə aydın olmayan, məni düşündürən Neftçi rəhbərliyinin bu məsələlərə sükutla keçməsidir. Çox səbir nümayiş etdirirlər. Bəlkə də düşünürlər ki, düzələr zamanla artıq 7 turdur. Mən düşünürəm ki, artıq gözləmək məqamı deyil. Neftçi rəhbərliyi artıq konkret olaraq masanın üzərinə yumruğunu vurmalıdır. Öz varlığını göstərməlidir. Lazım olsa AFFA-ya sərt bəyanatlar verilməlidir. Çempionatı təşkil edən quruma sərt bəyanatlar verilməlidir. Yəni Hakimlər Komitəsi artıq bu yaranmış situasiyanı düzgün qiymətləndirməlidirlər. Artıq Neftçinin oyunlarında düşünürəm ki, 2 qat diqqətli olmalıdırlar. Neftçi rəhbərliyi bu sakitliyini, sükutunu, səbrini davam etdirsə, düşünürəm ki, Neftçi üçün çox qorxulu gələcək qarşıdadır. Ümumiyyətlə Neftçiyə qarşı bu qərəzli hakim səhvlərini nəyə bənzədirəm? Mən özüm bilirsən ki, illərdir kino sahəsində çalışmışam. Bu bir səhnəyə bənzəyir ki, sanki yəni ürək masaj eləyirlər və o həyata qayıdır. Qayıdan ərəfədə elektrikləri kimsə kəsir. Bəli. Tam doğru müqayisə apardı. Mən dediyim kimi müəyyən cəbhə var, bu açıq-aydın görünür. Sadəcə o Nizat deyir, and içə bilərəm, amma sübut eləyə bilmərəm. Sənin özün də verilişdən əvvəl bunu ifadə edin. Çox yaxşı misaldır, oturur yerinə. Neftçi ilə bağlı kimlərin hansı planı olduğunu aşağı-yuxarı bilirik. Yəni futbol cəmiyyətində də danışılır. Sadəcə əlimizdə faktlar yoxdur deyə adlar üzərindən gedə bilmirik. Mən sadəcə o insanlara çağırış edirəm ki, bu düzgün mübarizə üsulu deyil, düzgün rəqabət mühiti deyil. Yəni hər şey meydanda, idman prinsipləri əsasında həll olunsun. Kim layiqdirsə o da sonda haqq etdiyi nailiyyəti qazansın. Həm də Xanoğlan hoca 2 şey qeyd eləmək istəyirəm. Bu qərəzli işləri görməyə çalışan o bir sıra qüvvələr həqiqətən şir ürəyi yeyiblər. Yəni nə mənada? Yəni gəlir Azərbaycanın ən köklü klubuna ilişiblər. Yəni bu və ən köklü klubu sözünlə razıyam.
Yəni rəhbərliyində də sıradan adamlar təmsil olunmayıb Neftçi rəhbərliyində. Yəni onlar səbir göstərirsə, sakitliyi qorumağa çalışırlarsa, düşünürəm ki, kimlərsə də bundan sui-istifadə etməsinlər. Onlar gözləyirlər ki, kimsə düz yola gəlsin, yəqin. Təbii. Və ən pis dəhşətlisi odur ki, bu hakim qərarları ki biz danışırıq ha, Nizat. Yəni o hakimlər bilirsiniz kimlərdir? Çox önəmli hakimlərimiz də FIFA dərəcəli. Zaman-zaman yəni bir neçə gün əvvəl Bayer Leverkusen Kopenhagen oyununu ideal idarə edən Əliyar Ağayevdir. Bəli. İnqilab Məmmədov olsun, Elçin Məsiyev olsun, Kamal Umudlu olsun, kifayət qədər təcrübəli hakimlərimizin bu səhvləri etməsi məncə nə onlara yaraşır, nə Azərbaycan futboluna yaraşır. Yenə gələk o Neftçiyə azarkeşlərini onlara qarşı qışqırtmaq, belə deyək, qızışdırmaq məsələsi. Qarşı qoyurlar, Samir Abbasova qarşı qoyurlar. Bu şey mənim yadıma bir şey saldı. Qarabağ Çempionlar Liqası ərəfəsində, təsnifat mərhələsi ərəfəsində yadına düşürsə, çünki bu işin içindəsən illərdir bu söhbətləri müzakirə edirik. Qarabağa da qarşı azarkeşləri qaldırmaq istəyən bir qüvvə hiss olunurdu ki, niyə hücumçu almır? Niyə və s. ilaxır məsələ. Çempionlar Liqasının təsnifat mərhələsindən sonra komanda Çempionlar Liqasına vəsqə qazanmışdı, amma elə bir aura yaranmışdı ki, komanda sanki uğursuzluq yaşayır. Bəli. Və azarkeşləri o vəziyyətə gətirmişdilər ki, azarkeşlər halbuki azarkeş də demək bəzən də düz gəlmir, çünki televizordan izləyirdi də. Yəni Avropa azarkeşləridir. Deyirdilər ki, yəni milyonlarla pul qazanırsınız, niyə oyunçu gətirmirsiniz? O şeydən tutmuşdular. Bəlkə də necə çox önəmli nöqtəyə toxunursan, bəlkə də plan eyni yerdən icra olunur. Yəni bir güllərlə iki quş vururlar. Həm Qarabağ o nöqtədə, hətta Qurban Qurbanov istefaya səsləyən kim, Tahir Gözəli istefaya səsləyən kim, yəni Azərbaycan futbol tarixinin ən önəmli, ən vacib uğurlarını qazanan bu şəxslərin olduğu klubdur. Xəbərin yayılması belə özü bir şeydir. Bəli, kütləvi şəkildə rəylər yazılırdı, fikirlər formalaşdırılırdı ki, ay bu komanda düzgün idarə olunmur, ay hücumçu transfer olunmur. Amma bu gün biz nə görürük? Qarabağ komandası Çempionlar Liqasında tarix yazır. Və sanki bir güllə ilə iki quş orada Neftçini bu formada zəiflətmək, burada Qarabağı psixoloji olaraq bu formada sındırmağa çalışırlar. Düşünürəm ki, elə vacib nöqtədir və Neftçi üçün də bu bir nümunə olmalıdır ki, Qarabağ belə məqamda necə bəli ayaq üstə qalmağı bacardı, Neftçi cəbhəsi də ayaq üstə qalmağı bacarmalıdır. Azarkeşlər bu Neftçinin arxasında durmalı, baş məşqçisinə sahib olmalı. Bu burulğanlı dönəmdən çıxmağı bacarmalıdırlar. Düşünürəm ki, ardınca çox uğurlu bir dönəm gəlir. Və əsas azarkeş qrupu ilə stajlı azarkeşləri zaten klubun və komandanın baş məşqçisinin yanında görürük ya. Bir dənə qalır ki, Neftçi qayıtsın. Təbii ki, razıyam. Və elə bu mövzudan bir digər mövzuya keçmək istəyirəm. Sənin və mənim şəhərim, doğma şəhərim Sumqayıt şəhərindən danışmaq istəyirəm. Sumqayıt şəhəri uğurlu start verdi, amma Saşa İliç nağılı bitdimi? Necə düşünürsən? Bir qədər əvvələ gedəcəm. Saşa İliç ümumiyyətlə təyin olanda mən demişdim ki, Sumqayıt komandasının tarixində daha əvvəl iki əcnəbi baş məşqçi uğursuz olub. Berhad Rab və Aleksey Baqa. Hər iki baş məşqçi tam uğursuz bir dönəm yaşayıblar Sumqayıt komandasında və ondan sonra Sumqayıtda uğurlar yalnız yerli baş məşqçilərin adı ilə bağlı idi. Həmin Samir Abbasov, həmin Ayxan Abbasov Sumqayıt komandasında çox ciddi uğurlar qazanmışlar. Avrokuboklara kiçik büdcə ilə komandanı daşıdılar. Bürünc medal qazandılar. 2 dəfə kubokun finalında çıxış etdi Ayxan Abbasovun dönəmində komanda çox ciddi uğurlardı bu büdcə ilə. Nəzərə alaq ki, komanda Sabah, Neftçi kimi iri büdcəli komandalarla rəqabətdə bu nailiyyətləri əldə etmişdi. Nə yazıq ki, nə təəssüf ki, klub rəhbərliyi yenidən əcnəbiyə üz tutdu. Tarixində 3-cü dəfə komanda əcnəbi baş məşqçiyə tapşırıldı və Saşa İliç komandanın başına gətirildi. Əslində ilk turlar Saşa İliç ilə bağlı bir faktı da deyim ki, qorxu saçırdı. Sumqayıta qədər çalışdığı klubların səhv etmirəmsə 4 komandada çalışıb. Heç birində bir ildən artıq bu baş məşqçi fəaliyyətini davam elətdirməyib. Və gəldi Sumqayıt komandasına. İlk dönəmlər uğurlu oldu. Komanda Qarabağ və Kəpəz üzərində inamlı qələbələr qazandı və yaxşı oyunla bu qələbələri qazandı. Biz də hardasa sanki inandıq ki, bu komanda tam fərqli bir mövsüm keçirəcək. Amma sonrakı son 5 oyunda komanda qələbə qazana bilmir. Tanımaq olmadı əslində. Və sonrakı dönəm həm də nəyi göstərdi? Yəni biz Kəpəzin əsl gücünü, çılpaqlığı ilə gördük. Belə başa düşdüm ki, bu Kəpəzi hətta 1-ci liqada çıxış edən iddialı Şəfa və Səbail belə uda bilər. Yəni Kəpəz üzərində qələbə çox da böyüdülməli deyilmiş.
Qarabağ isə mövsüm ərzində 2-3 belə uğursuz oyunları olur. Məğlub olur komandanı. Nəzərə alaq ki, Çempionlar Liqasındaydı komandanın bütün düşüncələri, gücünü daha çox ora saxlayırdı və o təsadüf qələbələrdən biri Sumqayıtın şansına çıxdı bu mövsüm. Sumqayıt qələbə qazandı. Və 2 qələbəni kənara qoyası olsaq, son 5 oyunda komanda qələbə qazana bilmir. Qələbəni qoydun bir kənara, qol vura bilmir. Yalnız aktivində komandanın bir qolu var. Və bu situasiyanın, bu mənzərənin fonunda Saşa İliç bildirir ki, taktiki və texniki cəhətdən komandada heç bir problem yoxdur. Əksinə mən düşünürəm ki, hazırda Sumqayıtın taktiki, texniki, mental, psixoloji, fiziki bütün aspektlərində problemi var. Bu çırpaqlığı ilə ortadadır. Qarşıdan milli fasilə gəlir. Bu milli fasilədə Sumqayıt üçün, Saşa İliç üçün, özəlliklə altını cızaraq deyirəm ki, Saşa İliç üçün son şans kimi də qiymətləndirilə bilər. Bu fasilədə lazım olan toxunuşu komandaya edib, komandanı dəyişə bilməsə, fasilədən sonra uğurlu nəticələr qazana bilməsə, düşünürəm ki, klubun prezidenti Riyad Rəfiyev artıq yeni baş məşqçi axtarışına çıxa bilər. Belə deyək də hocam. Elə ki, bu milli fasilədə bizdə bir el deyimi var, papağını qoy qabaqla fikirləş. 100%. Qoy fikirləşməlidir. Özü çox fikirləşməlidir. Məncə bir papaq da yetməz. Bir neçə papaq mütləq qabağına qoymalıdır Saşa İliç. Bilmirəm indi Serbiyada papaq ənənəsi necədir, amma Azərbaycandadsa bundan mütləq istifadə etməlidir. Və milli fasilədən sonra görə papaqdan nə çıxardırıq? Təbii ki. Elə milli demişkən, Gənclər Millisinin baş məşqçisindən danışacağıq. Əslində illərdir mən özüm də izləyirəm. Uşaq futbolundan, Azərbaycan futbolunun gələcəyi uşaq futbolundadır, gənclərdədir deyə bu ekranlarda da deyirsən, bunu yazılarında da bildirirsən. Və belə bir momentdə biz sevinirik ki, Ayxan Abbasovu millinin baş məşqçisi gətiriblər və bu alqışlanmağa layiq bir şeydir. Və elə həmin momentdə də bir dənə U dönüşü eləyirlər. Yəni Rəşad Eyübovu baş məşqçi seçirlər. Bu haqqda nə deyə bilərsən? Bu Affanəsində qərarı açıqlanmadan artıq biz bu informasiyanı özəl olaraq Sport Infoda həftələr əvvəldən yazmışdıq, günlər əvvəldən yazmışdıq və ciddi rezonans doğurmuşdu. Qərar rəsmi elan olunandan sonra da futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Azarkeşlər, futbol mütəxəssisləri tərəfindən birmənalı qarşılanmadı. Mən qatılıram fikirlərə. Niyə qarşılanmamasının səbəbləri çoxdur. Zaman-zaman mən də gənc məşqçilərə şans verilməsinin, yerli məşqçilərə şans verilməsinin tərəfdarı olmuşam. Rəşad Eyübovla da hər hansı bir problemim yoxdur. Şəxsi münasibətlərim olmasa da hər hansı bir problemim də yoxdur. Amma ortada bir reallıq var ki, gənc baş məşqçi birbaşa belə strateji nöqtədən başlamalı deyil də. Rəşad Eyübov işləməkdə həvəslidirsə, baş məşqçi kimi öz potensialına çox güvənirsə, əvəzedici komandaların birində bir fəaliyyətə başlayardı baş məşqçi kimi. Nə bilim, bizim aşağı yaş qruplarının 15-də başlaya bilərdi, 16-da başlaya bilərdi, 1-ci liqanın hansısa klubunda başlaya bilərdi. Nə yazıq ki, bu adamın ümumiyyətlə baş məşqçi fəaliyyəti yoxdur. Yalnız Sabah komandasında məşqçi kimi çalışıb, qısa müddət millidə məşqçi kimi çalışıb və birdən-birə gəlir milli komandaya, Gənclər Millisinə baş məşqçi. Təbii ki, bu seçimlərdən doğan qərar deyil. Bu tapşırıqla olunan qərardır. Bu açıq-aydın kənardan görsənədə nə isə gizlətməyə ehtiyac yoxdur. Məncə hər şeyi düz olduğu kimi demək daha gözəl olar. Düşünürəm ki, doğru qərar deyil. Məşqçi ilə baş məşqçi ümumiyyətlə statusu tam başqa şeylərdir. Burada bunun səlahiyyətləri artır Rəşad Eyübovun və Gənclər Millisi önəmli strateji nöqtədir. Ona görə dedim ki, Gənclər Millisindən keçid birbaşa əsas milli komandaydı və əsas millindən sanki bir bağları var. Davamlı bir yerdə irəliləyirlər bu komandalar. Burada baş verəcək problemlər, burada baş verəcək çətinliklər birbaşa əsas milliyə təsir edir. Və Rəşad Eyübov burada necə olacaq? Yəni ən pis halda danışası olsaq, çox riskli qərardır. Yəni perspektivi olmayan qərardır. Ola bilər Rəşad Eyübov gəlib hamısı təəccübləndirər, proqnozları alt-üst edə bilər. Sevinərik, alqışlayarıq. Tək ki proqnozlarımız alt-üst olsun. Amma əksi olsa biz daha neçə il itirmiş olacağıq. Və nəzərə alaq ki, Ayxan Abbasov qısa müddətdə Gənclər Millisində yaxşı bir ortam qura bilmişdi, psixoloji, mental olaraq futbolçuları bir qələbə ruhunu aşılaya bilmişdi və güclü Bolqarıstanla rəsmi oyunda da bir bərabərliyimiz oldu, hətta hesabda öndə idi. Yəni gələcəyə bir işartı vardı, ümid vardı. Ümid edək ki, Rəşad Eyübov proqnozlarımızı alt-üst eləyib o işığı, o ümidi söndürməyəcək də, onu alovlandıracaq, o qığılcımı alovlandıracaq. Birincisi, Ayxan Abbasov milliyə dəvət olunanda Ayxan Abbasov idi, bu bir. İkincisi də ki, əslində bunu
Rəşad bəyə eləyən insanlar əslində kömək yox, ziyan edirlər. Çünki bu insanın gənc, başlamamış karyerasını yandıra bilərlər. Mən elə düşünürəm. Razıyam. Ayxan Abbasov məsələsini dedim və Ayxan Abbasov milli komandaya necə gəldi Nizat? Bunu faktlar üzərindən maksimum qısa danışmağa çalışacağam da. Bu adam Sumqayıt komandasına getdi, uğurlu oldu. Bürünc medal, 2 dəfə ölkə kubokunun finalı, 2 dəfə Avrokuboklar. Adam Zirə komandasında uğurlu olub. İlk ilində bürünc medal, Avrokuboklarda bir mərhələ adlayıb. Turan Tovuza getdi, sıfırdan ekiprovkası olmayan, suyu olmayan, heç nə olmayan komandada komanda formalaşdırdı. Hədəfləri çempionatda qalmaq idi. Qışa qədər məsələni həll etmişdi. Və yeganə məşqçi sayıram ki, onu Azərbaycanda Jokeri özüdür. Joker kartı özüdür. Və Şamaxı komandasında da hədəflər Premyer Liqada qalmaqdır. Adam artıq qısa müddətdə ötən mövsümdə qışa qədər məsələni həll etmişdi və çempionata rəng qatırdı onun oynadığı komanda. Hara gedibsə, hədəflərin üstündə nəticə qoyubdu ortaya. Və Gənclər Millisinə dəvət olunması, təyin olunması ictimai tərəfindən birmənalı qarşılandı. Hamı alqışladı bu qərarı ki, bu adam gənclərlə də işləməyi xoşlayır. Qısa müddətdə komandanın psixoloji, mental olaraq toparlayıb nəticə qazanmağı bacarır. Gənclər Millisinə dəvət olundu və taley elə gətirdi ki, əsas milli komandada elə bir situasiya yarandı ki, Ukrayna oyunundan əvvəl baş məşqçi istefası gerçəkləşdi. 32 saat ərzində bu adam əsas milli komandaya toxunuş edə bildi. Texniki, taktiki baxımından nəsə eləyə bilməzsən. Psixoloji, motivasiya baxımından Ayxan Abbasov o komandaya toxuna bildi və bu günlər Ukrayna kimi güclü milli ilə oyunda komandamız meydanda mən o bərabərliyi qoyuram bir kənara. Çox layiqli mübarizə apardılar futbolçularımız, 90 dəqiqə döyüşdülər. Yəni bunun nəticəsində bu gün əsas milliyə gəldi. Amma biz Rəşad Eyübovla bağlı belə bir fakt deyə bilmirik axı. Deyək ki, hansısa komandada falan bir uğuru vardı, falan bir strateji etdi, hansısa bir komandada bir sistem qurdu və gətirmişik bu gün Gənclər Millisinə ki, orada gördüyün işi bura daşı. Belə bir fakt yoxdur ortada. Və orada bir kiçik toxunuş eləyim. Ukrayna oyunu öncəsi paralel olaraq öz işini də gördü. Və mən önəmli bir fakt özəl olaraq deyim ki, Ayxan Abbasov Gənclər Millisinin baş məşqçisi olanda təyin olundu milli komandaya, əsas milliyə. Yəni Ayxan Abbasovun yerində kim olsa, Gənclər Millisini belə lord dillə deyəcəm, başını buraxıb köklənərdi əsas milli komandaya. Ölkənin bir nömrəli milli komandasına təyin olunmaq, baş məşqçi olmaq hər kəsin xəyalıdır, arzusudur. Hətta Qurban Qurbanov çapda olan bir baş məşqçinin belə xəyalıdır orada olmaq. Bu adam Ukrayna millisinə oyundan səhv etmirəmsə 2 və 3 saat əvvəl Mərdəkana gedib, orada Gənclər Millisi ilə bir söhbət edib, onları psixoloji, mental olaraq Balqaristanla oyuna hazırlayıb və təkrar olaraq qayıdıb Tofiq Bəhramova əsas millinin komandanın yanına. Yəni işləyəndə belə işləmək lazımdır. Neçə saatda yatmamışdı. 32 saat adamın zamanı var idi. Cəmi, yəni gecə yatmaqla, turmaqla bir cəmi 32 saat zamanı var idi. Yemək vaxtı, hər şeylə bir yerdə daxildir. Çünki bu ekskluziv məlumatlar sizdə olduğuna görə. Bildiyim qədərilə futbolçularla birəbir hamısı ilə görüşmüşdü Qurban Qurbanov. Ayxan Abbasov futbolçularla birəbir görüşmüşdü. Hətta orada müəyyən detallar vardı. Məsələn, Toral Bayramovun əsas heyətdə olub olmaması məsələsi vardı ki, Toral Bayramov inciyə bilərdi məsələn. Mən bildiyim qədərilə fərdi söhbətdə Ayxan Abbasov ona bildirib ki, sən mənə ehtiyatda lazımsan. Çünki müxtəlif mövqelərdə oynamağı bacaran futbolçusan. Sən ehtiyatdan Elvin Cəfərquliyevin yerinə də daxil ola bilərsən. Sağ cinah yarım müdafiəçisi kimi də daxil ola bilərsən. Sol cinah vingeri kimi də daxil ola bilərsən. Necə ki, məhz ikinci yarıda oyundan əvvəl futbolçunun etdiyi söhbət meydanda öz əksini tapdı. İkinci yarıda Toral Bayramov vinger kimi meydana daxil oldu. Məhz onun ötürməsindən sonra 11 metrəlik nöqtə təyin olundu və biz bərabərlik qolunu vurduq. Və qısa olaraq haşiyəyə çıxım, orada dilin çaşdı Qurban Qurbanov qeyd elədi. Bəli, yox, təkrar Ayxan Abbasov olaraq qeyd etdi. Bilirəm. Sadəcə demək istəyirəm. Bəlkə də demək istəyirəm yeni bir Qurban Qurbanov ilə Ayxan Abbasovdur. Əslində mən Nizat, illərdir Ayxan Abbasovla bağlı müsbət fikirlərimi deyirəm, bəzən mənə deyirlər aşırı tərəfləyirsən, mən həqiqəti deyirəm, hər hansı bir qohumluğum yoxdur, tanışlığım yoxdur, futbol sferasında çalışmışam, əmin olun ki, şans verilsə, meydan verilsə, əmin olun ki, ikinci Qurban Qurbanov olmaq, bilirsiniz ki, çox çətindir, nailiyyətləri çox böyükdür, Azərbaycan çapında onu yaratmaq. Əminəm ki, ona yaxın bir nəticələri Azərbaycan futboluna Ayxan Abbasov verə bilər. Və bu günlər çox çətin missiyanın altına girib, ona bu yolda uğurlar arzulayıram. Çünki belə vəziyyətdə əmin ol ki, heç bir əcnəbi baş məşqçi gəlməzdi. Və əminliklə deyə bilərəm ki, Qurban hocanı azdan çoxdan tanıyırıqsa, o bu uğurlara baxıb yalnız sevinə bilər.
Təbii ki, bu günləri Ayxan Abbasov olsun, onun timsalında bir neçə məşqçi Qurban Qurbanov özü üçün müəllim kimi götürürlər ha. Yəni Ayxan Abbasov özü Qarabağ şinelindən çıxıb. Qurban Qurbanovun yanında olub, Qarabağ Akademiyasında məşqçi kimi fəaliyyətə başlayıb, futbolçu kimi Qurban Qurbanovun sərəncamında olub. Yəni o elementləri, o toxunuşları təbii ki, Qurban Qurbanovdan aldığı ortadadır. Elə biz məşqçilərimizlə tamamlayaq. Keçək əcnəbi məşqçiyə. Burada artıq mövzu. Təbii ki, yenə neqativ. Bizim belə bir başlığımız var, ayıbına kör olmayan əcnəbi mütəxəssis. Bəli, Şamaxı ilə oyundan sonra azarkeşlər Kağabel Çıxadazın istefaya səsləyiblər. Normal, məntiqli çağırışdır. Komanda 7 turdan sonra cəmi 4 xalı var aktivində. Yalnız Kəpəzi məğlub edə bilib. Başa düşdük. Araz Naxçıvan və Zirə iddiaları böyük olan, hədəfləri böyük olan komandalardır və bu oyunlarda məğlubiyyət hardasa anlaşılan idi və azarkeşlər də bunu normal qarşıladılar. Buna görə nə istefa şüarları oldu, nə hər hansı təzyiq oldu, futbolçular alqışlandı. Amma bu gün meydanda rəqibin əsas rəqiblərindən biri Şamaxıdır. Çempionatda qalmaq uğrunda mübarizə aparır. Yəni büdcə də aşağı-yuxarı eynidir. Hətta deyərəm ki, Qəbələdə daha yuxarıdır. Şamaxı çempionatda yeganə sponsorsuz komandadır. Və belə komanda ilə oyunda da çıxıb məğlub olursansa, azarkeş buna nə reaksiya verməlidir? Başını salıb aşağı getməkdən, üzrxahlıq etməkdən o azarkeşlərdən. Yəni Kağabel Çıxadaz bu günləri hansısa maaş qarşılığında bu komandanın başındadır. Hansısa maaş qarşılığında burada əziyyət çəkir. Amma o azarkeşlər qarşılıqsız əziyyət çəkirlər. Yağışda, soyuqda, istidə, o tribunada yer alıb komandanı dəstəkləyirlər. Onlar hətta səhv olanda belə baş məşqçinin elə bir ixtiyarı yoxdur ki, gedib barmaq silkələsin, əl silkələsin. Və ən pis olan odur ki, bildiyim qədərilə oranın yaxınlıqda Qəbələ prezidenti Fariz Nəcəfov da olub. Çox dəyərli bir şəxsdir. Şəxsinə böyük hörmətim var. Uzun illər orada kifayət qədər yaxşı, təcrübəli simalarla çalışıb və hətta onun çağırışına belə məhəl qoymur. Kaxanın adını çağıraraq oradan uzaqlaşmağa çağırır və Kaxa buna da məhəl qoymur. Kağabel Çıxadaz uzun illər əvvəl Azərbaycan futbolunda çalışıb, necə emosional, aqressiv olduğunu bilirik. Görünən odur ki, arxada qalan müddətdə sadəcə yaşı artıb. Mental olaraq, psixoloji olaraq o adam elə həmin adamdır. İlk fürsətdə öz belə deyərdim, emosionallığın növbəti dəfə aşağı çıxartmış oldu və düşünürəm ki, bir baş məşqçi kimi bu ona fayda vermiş olmayacaq. Əksinə, uğursuz nəticələrinə görə ayıbına kör olmalıdır, başını aşağı salmalıdır. Əksinə futbolçulardan gedib bir üzrxahlıq etməlidir ki, növbəti oyunlarda çalışaraq qələbələrlə sizi sevindirib bu məğlubiyyəti unutduraq. Və onu da qeyd edeyim ki, Qəbələ azarkeşlərə hələm-hələm istefaya çağıran azarkeşlər deyil. Çox səbirli azarkeşlər. Kağabel Çıxadaz Gəncədə olsa necə olar? Tovuzda olsa necə olar? Bugün okeydə başa düşdük ki, büdcə aşağıdır, keyfiyyət aşağıdır, amma səndən Qarabağ udmağı tələb etmirlər də. Səni öz çapında olan komandalar udmaq tələb edirlər. Buna normal yanaşmalısın. Belə emosionallığa məncə ehtiyac yoxdur, yer yoxdur. Və onu da qeyd eləyək ki, bir mövsüm artıq komandanın azarkeşi birinci divizionda səni... Bu travmanı yaşayıb. Hədə yəni səbir eləyib, gözləyib. Təbii ki, qorxunun olması normaldır. O azarkeşlər istəmirlər. Uzun illərdən sonra düşdülər. Yəni orada öz duruşlarını qoruyub saxlayıb çempion kimi yenidən qayıtdılar. Bu anlama gəlmir ki, bu ənənə alınmalısın da, yenidən komanda düşsün. Kifayət qədər komandanın yaxşı bazası var, infrastrukturu var, büdcəsi var digər rəqiblərlə müqayisədə. Yaxşı da şərait yaradılıb. Qalır burada, yəni dediyim kimi, komandanı Avropa kuboklara daşımaq tələb olunmur. Liqada saxlamaq tələb olunur. Düşünürəm ki, Kağabel Çıxadaz da bu işin öhdəsindən gəlməlidir. Hoca, son olaraq yeni proyektdə bir də xeyirli olsun deyirəm. Bizə fikirlərin, azarkeşlərə tövsiyələrin, yəni bizim üçün maraqlıdır, son olaraq fikirləri öyrənək. Nicat müəllim, mən təşəkkür edirəm. Bu layihənin ortaya çıxmasında sənin də böyük əməyin var. Fikir müəlliflərindənsən, ideya müəlliflərindənsən, minnətdaram. Amma mən tək deyiləm, yəni. Təbii ki, pərdənin arxasında bizim Mirsəyət qardaşımız da var. Üzbəyiz səninlə söhbət edirəm deyə. Nicat müəllim, Mirsəyət müəllim zamanı gələr, hələ ki pərdənin arxasında qalan bizim əzizlərimiz, dəyərli dostlarımızdır. İnşallah bir gün izləyicilərimiz bu şəxsləri də yaxından tanıyar, dəyərli insanlardır. Azərbaycan futbolunu sevən, ona xidmət edən dəyərli insanlardır. Azarkeşlərə deyəcəyim nə ola bilər Nicat? Azərbaycan futbolunu izləsinlər, Azərbaycan futbolunu sevsinlər, tribunada olsunlar, tribunada yer olub komandalarını dəstəkləsinlər. O hakim səhvləri də olacaq, yanlış qərarlar da olacaq. Yəni bu futbolun bir tərkib hissəsidir. Düşünürəm ki, etiraz etməklə bərabər, irad bildirməklə bərabər tribunada da yer almaq mütləqdir. Elə bu səhvlərin, nöqsanların qarşısını almasının elə ən gözəl çıxış yolu tribunada olub, oradan fikirləri həmin o şəxslərə çatdırmaqdır.
Sağ olun əziz azarkeşlər. Növbəti buraxılışda inşallah görüşəcəyik qismətcə. İnşallah. Təşəkkür edirəm.